Salam, hər vaxtınız xeyir. Bu günlərim 2025-ci il magistr qəbul imtahanının ikinci cəhdinə düşən test nümunəsinə baxırıq. Ağır sualdır, vaxt aparan sualdır. Ancaq sizə asan, bacardığınız qədər tez həll eləyə biləcəyiniz həll üsulu deyəcəm. Düzdür, mən deyəcəyim həll üsulu da o qədər sürətli deyil. Hardasa sizin təxminən bir 7-8 dəqiqənizi alacaq imtahanda. Ona görə bu tip sualı gördünüz qəbulda. Saxlayırsınız ən sona. Vaxtınızı itirmirsiniz bu sualda. Ən sonda vaxtınız qalarsa bilirsiniz ki, siz bunu həll eləyib bir bal alarsınız. Ancaq 7-8 dəqiqə, ola bilər 10 dəqiqə suala vaxtınız getsin. Ağır sualdır, vaxt aparan sualdır. Deməli, bizə baxaq görək şərtdə nə bildirir. Verilmiş 9 fiquru, bircə saniyə qələmi götürək biz. Verilmiş 9 fiquru, yəni bu fiqurlar nəzərdə tutur. Fırlatmamaq şərti ilə şəkildə verilmiş 3-3 formasında elə yığın ki, yəni bu formada elə yığmaq lazımdır ki, müxtəlif fiqurlara aid qonşu rəqəmlər eyni olsun. Yəni, mən burada 3 yazıramsa, misal üçün, burada 3 olmalıdır. Burada 2 varsa, burada 2 olmalıdır. 1-dirsə, burada 1 olmalıdır. Mən hamısını yığmalıyam o qaydada. Və nəzərə alın ki, bu fiqurların ancaq və ancaq bir yığılma forması olacaq. Mən ehtimalla işləyəsi olsam, birinci fiqura 9 dənə ehtimalım var. Mən nə bilim ki, mən bura birinci fiquru yazdım, bu sol hissədə 1 var. Mən hansı fiquru gətirib qoyacam? Bunu gətirib qoyacam, yoxsa bu fiquru gətirib qoyacam? Sol hissəsində ikisində 1 var. Sonra bunların aşağısına, bunun aşağı hissəsində 3 varsa, birinin də digərində yuxarı hissəsində 3 lazımdır. Bu qaydada mən bunu işləsəm, bir səhv gediş eləsəm, bir də silməliyəm. Vaxtımız daha çox uzanır. Deməli, biz bunu necə işləyəcəyik? Birinci testin problemini araşdırmaq lazımdır. Məntiqdə həmişə testin problemini araşdırın. Görün testin problemi nədir? O problemi tapandan sonra maksimum ən çətin testləri belə 7-8 dəqiqə həll eləyəcəksiniz. Amma birinci, yenə deyirəm, testin problemi. Baxa görək, burada testin problemi nədir? Deməli, bizə bildirir ki, bunların qonşu rəqəmləri eyni olsun. Deməli, bu hissələr eyni düşəcək. Baxın, xətt qoyduğum hissələr eyni düşəcəkdir. Deməli, bunlar eyni olursa, kənarda olanlar tək qalır. Yəni, bunların qonşusu yoxdur. Deməli, mən yuxarıda olan rəqəmləri yazıram, aşağıda olan rəqəmlərə baxıram. Baxın, birinci fiqurun aşağısı ilə ikinci fiqurun yuxarısı eynidir. Deməli, bunlar eyni rəqəm olacaqdır. Eyni rəqəmləri silirəm ki, görün nə qalır tək. Tək qalanlar, deməli, yuxarıda tək qalanlar yuxarıda qalacaq. Yuxarıda dairə qoyduğum yerə düşəcək. Aşağıda tək qalanlar aşağı düşəcək. Solda tək qalanlar solda olacaq. Sağda tək qalanlar isə sağda. İndi baxaq görək. Burada yuxarıda, aşağıda, solda və sağda nə qalacaqdır? Bütün fiqurlarda yuxarıda olan rəqəmləri yazaq. Bir saniyə buranı silək. Bizə mane olmasın bu xətlər. Deməli, İlk öncə testi gördünüz. İlk öncə gedirsiniz. Yuxarıda, aşağıda, sağda, solda olan rəqəmləri yazırsınız. Yazaq. Deməli, 4, 3, 2, 3, 1, 4, 2, 3, 3. Baxın, bu yuxarıda olan rəqəmləri yazdım. 3, 2, 3, 1, 4, 2, 3, 3. İndi aşağıda olanları yazaq. Baxın, 2, 1, 4. Bunları yazıram ardıcıl bütün fiqurlarda. 2, 1, 4, 1, 3, 3, 1, 4, 4, 1, 4, 4. Sonra soldakıları yazaq. 3, 2, 3, 3, 2, 3, 4, 2, 1, 4, 2, 1. En sonunda da 3, 1, 2, 3, 1, 2. İndi isə sağdakılar yazaq. 1, 4, 1. Sonra 2, 4, 2, 4, 2, 1, 4, 2, 1. Burada əlavə xətlər oldu. Onları silək bizim fikrimizi yayındırmasın. İndi baxaq.
görək ortaq olan rəqəmlər hansılardır? Onları çıxardaq. Bu 4-dür, bizi bir kimi görsənib çaşdıra bilər. Deməli, yuxarıda və aşağıda eyni olanlar 4-lər eynidir, 2 dənə 4. 3-lər, 2 dənə 3 burada eynidir. Bu 3-lər eynidir, sildik. Sonra 1 var, aşağıda da 1, bunu da sildik. Növbəti 2 var, aşağıda da 2, sildik. Deməli, 1, 4, 1, burada qaldı, 2-ni sildik, 3, 3, 2 də yuxarıda qaldı. Deməli, yuxarı qalıbdı 3, 3, 2, aşağı isə qaldı 1, 4, 1. 1, 4, 1. Bunların yerləri dəyişir ola bilər. 4, 1, 1 də ola bilər, 1, 1, 4 də ola bilər. İndi soldan sağa baxaq. Solda deməli 2 ilə 2 silinəcək. Növbəti 2-lər silindi. Bu 2-ləri sildik. 1 ilə 1 silindi. Bu 1 ilə 1 silindi. Sonra 4 ilə 4 silindi. Başqa heç nə qalmadı. 1, 4, 4 sağda qaldı. 1, 4, 4. 3, 3, 3 də solda qaldı. 3 dənə 3 də solda qaldı. Mən baxıram indi. Yuxarıda 3, 3, 2 var. Yuxarıda 3, 2, 3, 3, 3, 2. Çoxdur axı bunların sayı. Mən nə bilim hansı 3, hansı 2 qalıb yuxarıda. Eyni qaydada da aşağıda 1, 4, 1 qalıbdı. 1, 4, 4, 1, 4, 1. Nə bilim hansı 4-dür, hansı 1-dir. Mən baxıram sol tərəfə, ancaq 3-lər qalıbdı. Solda 3 olan, baxın, 3 dənə fiqurumuz var. Bunlar deməli, bu 3-ü, bu 3 fiqur sol tərəfin fiqurlarıdır. Soldan indi bunları elə yığmalıyam ki, bu hissələri birinin aşağısı, digərinin yuxarısı bir-birinə ortaq olsun. Eyni qaydada da ikinci ilə üçüncü ortaq rəqəmlər olsun. Görək necə həll edirik, görək necə yazırıq onları. Araşdıraq. Mən əgər birinci bunu yazsam, 3, 4, 1, 2. İndi yuxarı hissəsində 2 olan lazımdır. Bu fiquru götürəcəm, 3, 2, 1, 4. 3, 2, 1, 4. İndi mənə yuxarısında 4 lazımdır. Yuxarıda 4 lazım ki, baxın, bu 4 ilə ortaq olsun. Bir dənə qalan fiqurumuz budur, bunda yuxarısında 2 var. Düz gəlmədi axı. Yaxşı, bəs mən bu 2-ni gətirib bunun əvəzinə yazası olsam. Bunu yazası olsaq, 3, 2, 4, 1. Bu fiquru yazdıq. Bəs mən bunu hara aparıb qoyacam? Bunun yuxarısında 2 var, bunun aşağısında 1 var. 2 ilə 1 uyğun gəlməyəcək axı. Deməli, araşdırıb elə yazmaq lazım ki, uyğun gəlsin. Baxaq görək. Başqa necə yaza bilərik? Mən əgər bu fiquru yuxarı qoysam, bunun aşağısında 4 var. Bunun da birinci fiqurunda yuxarısında 4 var. Bunlar uyğun gəlir. İndi ikinci bu fiquru yazdımsa, aşağısında 2 var. Bu növbəti fiqurunda yuxarısında 2 var. Deməli, bu qaydada uyğun gələcəkdir. Ancaq bu qaydada uyğun gəlir. 3, 2, 1, 4. Bu fiquru yazdıq. İstifadə elədik. Sonra bunu yazırıq. 3, 4, 1, 2. Bu fiqurda istifadə olundu. Bunu da üstündən xətt çəkək. Bizim fikrimizi qarışdırmasın. Ən sonda yazırıq 3, 2, 4, 1. 3, 2, 4, 1. İndi bu fiqurun üstündən xətt çəkək. Bu da getdi. Deməli, yuxarıda 2 gedib, aşağıda isə 1 gedib. Qalıbdı 4 ilə 1, yuxarıda 3 ilə 3. İndi, baxaq, yuxarı hissəsində 3 olan 3 dənə fiqurumuz qalıb, yuxarıda 3 olanlar. Aşağıda 4, 1, aşağı hissəsində də 1 olan 2 dənə fiqurumuz qalıbdır. Sol tərəfdə bizdə, sağ hissədə 2 dənə 1 var, 1 dənə 4 var. Solda bizə 2 dənə 1, 1 dənə 4 lazımdır. Sol tərəfdə. 2 dənə 1, 1 dənə 4. Deməli, baxaq görək. Bu hansına uyğun gələcək. Baxın, 4, 1 dənə budur sol tərəfdə. 4 olan 1 dənə budur. Başqa yoxdur.
Deməli, mən bu fiquru gətirib ən aşağı yazacağam ki, 4-lər eyni olsun. 4, 3, 2, 1. Bu 1 də getdi, qaldı bir dənə 4. Görək o hansı 4 olacaqdır ki, bu hissəyə gəlib düşür. 2 dənə də 1 var. Sol tərəfdə 1 olan 2 dənə bu fiquru da silək. Bunu da yazdıq. Sol hissədə 1 olan 2 dənə fiqurumuz var. Elə onlar ikisi də bura düşəcəkdir. Bu ikinci və 5-ci xanaya düşəcəkdir. Baxaq indi. Bunun yuxarısında 3 var, bunun aşağısında 3 var. Bunun yuxarısında, aşağısında 4, bu da yuxarıda 4. Eyni fiqurlardır. Dəyişən heç bir şey yoxdur. Bunun hansını hara istəsək yaza bilərik. Bu da 1, 4, 2, 3'dür. Bu da 1, 3, 2, 4'dür. Sadəcə olaraq yerlər dəyişib. Sağdan solda eynidir onsuz ki. Dəyişən çox şey olur. Sadəcə olaraq yuxarı mənə 3 qalmışdı axı. Yuxarı 3'ü yazacağam. 4'ü yazmayacağam. Deməli, 1, 3, 2, 4. 1, 3, 2, 4'ü buraya yazıram. Sonra 1, 4, 2, 3'ü də bu xanada. 1, 4, 2, 3. Baxın, 3'lər də burada eyni oldu. Bunların da 3'ləri eyni olmalıydı. Bu hissələri tapdıq. Bu xanalarda getdi. Qaldı 3 dənə. Deməli, bu 3 də getdi. Yuxarı 3 düşməlidir. Aşağıda 4 düşməlidir. Aşağıda 4 olan bir dənə fiqurumuz var. 2, 3, 1, 4. 2, 3, 1, 4. Çünki aşağıda bir dənə 4'ümüz qalmış. 1'lər gedibdi. Sonra yuxarıda isə bir dənə 3 qalıbdı. Yuxarıda da 3 olan bu fiquru da sildi. Yuxarıda 3 olan bir dənə bu qaldı. 2, 3, 4, 1. Ən sonunda da bu fiquru da silsək, ən sonunda qalır sonuncu 2, 1, 4, 3. Bunlar da gəlir 2, 1, 4, 3. İndi bizdən nə deyirdi ki, hərflərin ABCD ardıcılığına uyğun yığın. ABC'nin hərflərinə uyğun olaraq yığmalıyıq. Deməli, A 2'dir, B hərfi 1, C 3, D isə 4. Deməli, bizim cavabımız olacaq 2, 1, 3, 4.